Salam aleyküm, hər vaxtınız xeyir olsun inşallah. Bu günlərim Saray qəsəbəsində bax deyirəm, Panorama Kurgu ən məşhur yerdir. Panorama Kurgu, Dəlixananın Kurgu. Oradan bura haradasa belə deyim də asfalt yolla gəlirsən az bir yeri qurutavoydu. Marşrut da düz qapının ağzından işləyir. 700 metr, 600 metr məsafədə 5 sotun içində 120 kvadrat, bir dənə cep-bod, 4 otaq. Belə 5 deyə bilərəm, 5 otaqdır. Bax, dəyərli izləyicilər, məlumat verirəm, bir də həyətin sənə çox uçurur. Bax, dəyərli izləyicilər, aşağıdan bir dənə mətbəxi var, bir dənə otağı var, ehtiyatda. Bura qaraj kimi istifadə olunur. Gəl bura qardaş. Buradan bir dənə götür. Bax, dəyərli izləyicilər, bura qaraj kimi istifadə olunur belə. Orada sanitar qovşağı filan, hər şey var. Bu evindəki 4 bir yandan 4 bir demək olur. Gəl bura. Video sonra kimi izləyin, xahiş edirəm. Kommentlərdə mənə artıq suallar verməyin. Bax, evin 4 bir yanı görürsünüz, betonla, qəşəng sərgəlib, özü üçün tikilmə evdir ya özdə. Bilirsiniz ki, mən materialləri çox çəkmirəm. Gəlin. Bir şeylə nəzərinizə çatdırım ki, istəyən adam olsa buranı 20 sotda sataram, ev qarışıq. İstəyən adam üçün 5 sotda da. Yəni, belə maradlı 5 sotda satılır. Bax, dəyərli izləyicilər, həyətində görürsünüz, bax, o setkiyə kimi də həyəti deyil. Bir də həyət mətbəxində çəkək. Bax, dəyərli izləyicilər, bax, bu həyət üçün olan mətbəxidir. Görürsünüz? Yəni, bu ərazidə də nəmişlikdən filan söhbət gedə bilməz. Keçək indi evimizə. Evimizdəki 5 daş kürsülüdür. 5 də deyil, elə 6-dır, 7-dir. Gəl bura. Bax, dəyərli izləyicilər, girdi içəri. Bax, belə bir dənə gözəl bir dənə, geniş bir dənə xol bizi qarşılayır. Ayaq altı metlaq və işıqlandırma sistemi ümumi olaraq super. Dur bir dənə koridorun başında zəhmət olmasa. Dəyərli izləyicilər, bax koridoru tam rahat şəkildə deyirəm. Koridorunu genişləyən müştərilərimiz 2 metrdən böyüdür, 2.40-dır, 2.50-dir koridorunun genişliyidir. Super, ideal 4 otaq istəyən zəng vursun nömrəyə və gəlsin. Və bu evdə cüzi xərclər var ki, burada məsəl üçün deyirəm sizə, sual verməyim. Bir dənə lambirin yığılmalıdır, bir də bura kuxuna mebeli. Bütün hər birlərinin xərci ümumi olaraq hesablanıb qiymət deyilir və qiyməti də çox qəşəng qiymətədir. Gördüyünüz kimi bir də var, belə ləzzətli bir dənə qəşəng otağı və burada da xırda otaq yoxdur ya. Adam detisk otaq demək istəmirəm, çünki burada detisk otaq yoxdur. Dəyərli izləyicilər, bax bir dənə qəşəng də bir dənə standart bir dənə otağı da buradadır. Gördüyünüz kimi. Evlərin aboydur. Bax deyim sizə, aboydur, mətbəx mebelidir, qalır. Bir də sanitar qovşağı təmirsizdir, dəyərli izləyicilər. Onların hamısını göstərəcəm, görürsünüz. Keçək növbəti otağa. Evimizin qiymətini də deyim, 83.000 manat start qiymətidir. Burada bir dənə spalni yataq otağıdır. 83.000 manat start qiymətidir, 5 sotdadır. Deməli, belə evlərin, belə deyim də, tam full hər şey təmirli olsaydı, yəni bu evin bugünkü gündə ən aşağısı 98-95 min manatı qiymət oynayardı. 83 min manat ev sahibi deyir ki, deyirəm, real alıcı ilə qiymətdə özümü razılaşacağım. Çıxarış kənd təsərrüfatı təyinatlıdır. İstəyən adam inşallah əlaqə saxlaya bilər.